Beynəlxalq STEM Azərbaycan Festivalı 2025-in VEDEX kateqoriyası üzrə seçim turu keçirilir. Mənim qrup yoldaşım Aylindir. Biz bu şəkildə dünyanın qəşəng yüzü və pis yüzündən danışırıq. Gördüyünüz kimi burada dünya axır və tökülür, amma burada isə dünya gülür. Biz bu şəkildə deməli iz qoyuruq. Tüm dünyanı çirkləndiriblər və biz plastika ilə dünyanı boyayaraq iz qoyuruq, həm də dünyamızı gözəlləşdiririk. Biz bu rəsmimizdə gözəl bir kənddə yaşayan uşaqları təsvir etmişik. Onlar ətraf mühiti qoruyur və tullantılardan oyuncaqlar, çərpənliklər düzəldirlər. Biz bu şəklimizdə 3 element adlı qurduğumuz kiçik mətni təsvir etmişik. İlk hissədə təbiətin seçili olduğunu, heyvanların zərər gördüyünə, məsələn, tısbağanın ayağına pet şişənin girdiyi, zavodların tüstü buraxdığını, ağacların quruduğunu təsvir etmişik. İkinci tərəfdə isə təbiətin daha gözəl, şən olduğunu, heyvanların sevinir, rahatca ailələrinə qavuşduğunu, qəşəng geri dönüşüm qablarının olduğunu təsvir etmişik. VEDEX kateqoriyası üzrə seçim mərhələsi artıq başa çatıb. Hazırda jüri heyəti iştirakçıların layihələrini qiymətləndirirlər. Bugün Beynəlxalq STEM Azərbaycan Festivalı 2025 çərçivəsində VEDEX kateqoriyasının seçim turu uğurla tamamlandı. Münsiflər heyəti olaraq biz bütün əsərlərlə tanış olduq və öz fikirlərimizi bölüşdük. Bütün iştirakçılara uğurlar arzu edirik. Bugün bir-birindən istedadlı məktəblilərin əl işləri ilə yaxından tanış olduq. Onların rəngli dünyalarını yaxından müşahidə edib, ötürmək istədikləri mesajları qiymətləndirdik. Beynəlxalq STEM Azərbaycan Festivalında görüşənədək.